Bəzən olur ki, qardaşlardan, xüsusən də sübh namazının sünnəsində, bura fikir verin, bu sünnətə müxalifdir. Bu əməli kimsə eləyirsə, bunu tərk eləsin. Nə qədər görür məscidlərdə. Bəzən mən məscidə girirəm, Allah nəsib eləyəndə arada bir imkan olduqca. Görürəm ki, məsəl üçün, mən və digər kimlərsə qardaşlar, görünür ki, orada nə edirlər? Sübh namazının sünnətidir, nafilə namazı. Birinci rükətdə səcdədə dua yoxdur. İkinci rükətin yenə birinci səcdəsində dua yoxdur. Axırıncı səcdədə dua var, 10 dəqiqə. Bu Peyğəmbərin sallallahu aleyhi ve sellem sünnəsinə müxalifdir. İki yöndən. Bunu uzun eləmək olmaz. Birinci yöndən odur ki, Ayşə anamız radiyallahu anhə deyir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem sübh namazının sünnəsini elə qılardı ki, deyir. Sübh namazının sünnəsini elə qılardı ki, deyir. Sanki biz deyərdik ki, görəsən Fatihəni oxudum yoxsa yox? Bu nəyə işarədir? Yəni sürətli şəkildə, tez bir şəkildə. Sübh namazının sünnəsi uzuna qalmalıdır. Tez bir şəkildə. Bu ona görə müxalifdir ki, bu 10 dəqiqə dua hardan gəldi? Bir. İkincisi də ki, qardaşın dediyi məsələ, sən bu duanı niyə görə xüsusiləşdirmirsən axıra? Niyə görə o səcdələrdə eləmirsən yaxşı? Əgər eləyirsənsə, bütün səcdələrdə elə. Amma eləmirsənsə, sırf onu xüsusiləşdirmək, bu Muhammedin sallallahu aleyhi ve sellem sünnəsi deyil. Bu müxalifdir. Muvafiq olan nə idi? Bütün səcdələrdə dua eləyəcək. Məsələn, 4 dənə səcdə deyilmi? 2 rükətli namazlarda. 2 dəqiqə birində eləyəcəm, 2 dəqiqə digərində, 2 dəqiqə obisində, 2 dəqiqə 8 dəqiqə. 8 dəqiqəni böləcəm 2 dəqiqə. Düz indi bir saata baxmırıq, şübhəsiz. Amma insan özü bilir də. Fikrimi çatdıra bildim. Allah-u alem. Birində Allah tərif, ikincində Əhsəntum, istəsəz bölə bilərsiniz belə. Gözəl, Allah sizdən razı olsun. İstəsəz bu cürə də bölə bilərsiniz. Birinci səcdədə Allah'a tərif etmək. Nə gözəl olar ki, onun çox olsun. Vaxtını danışdıq. İkincidə Peyğəmbərlərə salam demək, salavat demək. Üçüncüdə duaları etiraf etmək. Dördüncüdə özün üçün istəmək. Allah-u alem. Bu cürə də bölə bilərsiniz. Buyurun. Allah-u alem. duanı özümüzdə deyə bilərik. Fərz namazlarında duanı öz dilimizdə deməsək daha yaxşıdır. Allah-u alem. Çünki Əhməd ibn Həmbəldən soruşurlar rahiməhullahdan başqa dillərdə fərz namazlarında dua eləmək haqqında. O deyir ki, sünnədə nə sabit olubsa, ərəbində o olmasın. Amma öz dilində kimsə başqa namazlarda nədir? Nafilə namazlarında dua etsin. İstəmək yoxsa Zikirlər hansı ki varid olub? Məsələn, Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirət həsənə və qina əzəbənlər. Məsələn, Allahumma inni zalamtu nefsi zulmen kesiran ve la yaghfiru zunuba illa ent. Faghfir li mağfirata min indik. Varhamni inneke entel gafur rahim. Bu duanı yeri gelmişken Peygamber sallallahu aleyhi ve sellem Abu Bakr öğretir. Abu Bakr radıyallahu anh bir gün gelip Peygamber'e dedi ki sallallahu aleyhi ve selleme, dedi ki ya Resulullah, mənə deyir bir dua öğret deyir. Onun namazlarımda oxuyum deyir. Təfsir bu hədisi şərh edən alimlər deyirlər ki, namazlarında yəni bir mənada namazın sonunda. Peygamber sallallahu aleyhi ve sellem görün Abu Bakr'ın öğretir. Allahu akbar. Allahu akbar. Allahümme inni zalamtu nefsi zulmen kesiran. Ey Rabbim, öz nəfsimə çoxlu sayda zülm etmişim. Peygamber bunu Abu Bakr'a gelir. Bu cür nə deyərsən deyir. Bilirsiniz nə deməkdir? Mesela Abu Bakr'dan sonra gələnlər nədir? Ümid edirəm ki, fikirlərimi çatdıra bilirəm də. Üzr istəyirəm qardaş. Deməli, dualar, o zikirlər ki, varid olub ərəb dilində, onlar demək icazəlidir. Sünnədə də, fərzdə də, ərəb dilində. Bayaq dediklərim. La ilahe illa ente subhaneke inni kuntu minel zalimin. Və s. və l. Bu kimi dualar. Allahumma inni alə zikrike və şükrike və husni ibadetik. Amma ki, fərz namazında başqa dillərdə deməmək daha yaxşıdır. Allahu alem. Allah daha doğrusu. Bəli. Bəli. Xeyr, o da deyil. Yəni, qardaş soruşur ki, göründünüz mü başa düşdüm? Qardaş soruşur ki, yəni Quran oxuduğumuz kimi yəni qiraət edə bilərik, yəni avazla səcdələrdə də, məsələn, Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirət həsənə. Eləmi deyilsin? Bu cürə yox. Yəni kəlmələr öz günah yox, amma ki bu cürə eləməyiblər də. Bizdən öncəkilər bu cürə eləməyib. Sizdən də. Allahu alem. Bəli. Əhsən, bütün surələrə. Mən sizə bir misal verəcəm. Ümumiyyətlə bu surələrin
tərtib olunması təvqifidir. Təvqifi nə deməkdir? Necə demişdik? Allah tərəfindən təyin olunur. Surələr də ayələrdir. Bura fikir verin. Barakallahu fikum. Surələr də, ayələr də təvqifidir. Allah tərəfindən təyin olunub ki, Əl-Bəqara surəsindən sonra Əl-İmran gəlsin. Əl-İmrandan sonra Əl-Nisa gəlsin. Və ayətlərin də bizdə məsələ nəyə görə bu cürədir? Biz bilmirik ərəb dilini ona görə. Biz ərəb dilini bilmirik yəni. Biz onu tam fəhm edə bilmirik. Yəni Allahın muradını tam başa düşə bilmirik ki, söhbət burada nədən gedir? Məsəl üçün Allah Subhanahu taala hansısa bir mövzudan başlayır, o mövzuya görə ayəti yekunlaşdırır. Misal verəcəm. Ayəti mövzuya görə yekunlaşdırır Allah Teala. Ən bariz çəkilən misallardan, necə ki, elm əhli onlar çəkirlər bu misalları. Maidə surəsində Allah Subhanahu taala yaxşılıqlarda yardımlaşmanı, pisliklərdə düşmənçiliyə aparan yolları nədir? Yardımlaşmamanı əmr edir. Düzdür? Allah Teala əmr edir ki, yaxşılıqlarda, təqvaya aparan yollarda yardımlaşın. Hansısa yerdə təqvaya aparan yer varsa, orada yaxşılıqlar varsa, orada yardımlaşmaq lazım. Bu Allahın əmridir. Və təavanu aləl birri və təqva. Təqvaya aparan yollarda, yaxşılıqlarda yardımlaşın. Baxın, və lə təavanu. Burada nəh edir Allah Teala. Və lə təavanu aləl ismi vəl-udvan. Və günahlarda, düşmənçiliyə aparan yollarda yardımlaşmayın. Bu icazəli deyil. Fikrin ayət necə bitəcək? Vəttəqullahə, Allahdan qorxun. İnnallaha şədidul iqab. Ola bilərmi ki, burada gəlsin İnnallaha gafur rahim. Münasib deyil. Tənəssübül ayət bu deməkmiş. Allah Teala buyurdu ki, vəttəqullahə, Allahdan qorxun. İnnallaha şədidul iqab. Bilin ki, Allahın əzabı şiddətlidir. Allahın intiqam alandır. Niyə görə bu cürə gəlib, bunu dönəcəm. İnşallah bura dönəcəm. Dedi ki, niyə görə bəs yaxşı gəlmədi ki, İnnallaha gafur rahim. Siz deməyin, münasib deyilmiş. Niyə görə? Ayətin siyaqına görə, gedişatına görə münasib deyilmiş. Ona görə münasib deyilmiş ki, axı burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, yaxşı işlərdə yardımlaşın. Yəni, təfsirçilər deyirlər ki, rahiməhumullah, bu əməllər üzərində olmasanız, yaxşılıqlarda yardımlaşmasanız, pisliklərdə yardımlaşsanız, qorxun Allahdan, Allahın əzabı şiddətlidir. Burada heç münasib olamır ki, desin ki, Allah bağışlayan rəhmdir. Yox. Ona görə Ərabi çöl ərəblərindən biri keçərkən bir nəfər qari Quran oxuyur. Maidə surəsində səhv eləmirəmsə, oğru kişinin və oğru qadının əlinə kəsilməsi haqqında. Orada Allah Subhanahu taala ayətin sonunda buyurur ki, Allah həkimdir və əzizdir. Ayət bu cürədir. O cürə oxumur, deyir, Allah bağışlayandır, rəhimlidir. Çöl ərəbi keçən deyir ki, eşidir, deyir, yox, bu nəsə düz gəlmədi. Necə deyir, Allah deyir, burada əl kəsməkdən danışır. Necə deyir, rəhimli bağışlayan ola bilərdir. Burada əziz və həkim olmalıdır. O bilmir orada ayət nədir. Yaxınlaşır ona deyir ki, sən düzmü oxudun, deyir. Deyir, hə, bir dən bax, deyir, Musafa. Baxır ki, yox, düz oxudun. Görürsünüz, gedişatdan bildi ki, nədir, düz oxudun. Ona görə orada əziz, Allah Subhanahu taala əzizdir, işlərində Subhanahu taala möhkəmdir. Yəni, dürüst iş görəndir, aziz o mənadadır. Və həkim də Allah hər şeydən xəbərdar, hikmət sahibidir. Həkim nə deməkdir? Götürülən şeyi qatar bir yerə qoymaq, hikmətli olmaq deməkdir, düzdür? Deməli, ayətlərin də sonlarının bitməsi, siz bunu soruşmuşsunuz da, düzdür? Təvqifidir surələrində. Siz düşünün ki, bütün Quran-ı Kərim belədir. İndi bir dənə başqa məsələ. Siz düşünün ki, daha doğrusu düşünək ki, biz Quran-ı Kərimi götürmüşük bir günləri. Fatihə surəsindən başlamışıq, ta Nas surəsinə kimi. Allah Teala bizə nəsib eləsin. Allah, elə insan, necə olan o insan halı. Bütün bu surələr bu cürə örgənə gedirik. Niyə görə burada belə bitdi? Niyə görə bu cürə oldu? Təfsirlərə baxarıq, alimlərə dönürük. Allahu akbar. Vallahi, bizim bir müəllim var idi. Deyirdi ki, siz deyir, Quranı deyir, doğrusu şəkildə deyir, fəhm eləsəniz deyir, Allahın muradını deyir. İnan ki, zövcələrinizlə deyir, evdə deyir, söhbət eləməyə deyir, istəməzdir. Ata-analarınızla danışmaq istəməyəcəksiniz. Ata-ana deyir, biraz uzadacaq, deyirsən, kaş bir anam bitirsəydi, anam, ən yaxın olan, bir dənə kitaba qayıtsaydım. Siz fikir verin, o qədər şəvq yoxdur ki, Quran haqqında, o qədər darıxmaq yoxdur ki, subhanallah bizdə. Fikir versəyd, Allah qorusun, günlərlə olur, bəzən eşidirik biz, Allah bizə islah eləsin. Belə emək olmaz, subhanallah. Bu hal yaxşı hal deyil. Bəzi qardaşlardan şikayətlər gəlir ki, deyir ki, qardaş, mən deyir, 3 gün, 4 gün deyir, Quranın üzünü açmıram. Subhanallah.
Bəs Quran qeyrəti, Quran istəyi, Quran sevgisi, Quran şovqu. Allah 3-4 gün Quran açmağı bilsin nə deməkdir? Neçə saat eləyir? 72 saat 3 gün olsa da. 72 saat qulun üzərindən keçir. Bir dəfə Quran açmır. Allahu akbar. Bəs nə cür yaşayırsan yaxşı? Deməli sən yaşayışı başqa yerdə tapmısan. Hə, yaşayışı Quran eləməmsən, düzdür? Quran oxumamaq müsibət. Xaraba evə bənzədir Peyğəmbər sallallahu əleyhi və səlləm. Heç o qəlblərdə deyil, o kökslərdə deyil, Quran yoxsa, o qəlblər, kökslər deyil, xarabalıq da Allah qorusun. Allah bizləri bağışlasın.